Hüseyn Qasanovun görüşü olmuşdu Park Bulvarda neçə illər öncə. Çoxdan olmuşdu və orada nə qədər kütlə, belə bir kütləni biz hansısa bir məşhur bir müğənni, yəni bizim Rusiyadan tanınmış bir müğənni gələndə, ya xarici hansısa bir müğənni gələndə bu cür biz anışlaq kütlə görürdük. Yəni bir blogerə qarşı bu qədər sevgi, yəni siz özünüz də orada Hüseynin yanındaydınız. Yəni onda siz hələ blogerlik etmirdiniz, sadəcə olaraq onun qorumasındaydınız. Və orada o kütlənin nə qədər insan var idi orada, o sevgi idi də, coşquydu. Əlbəttə ki, görürsünüz, yəni hər sferanın öz publikası var, öz izləyicisi var. Blogeri sevənlər başqadır, mahnıları, müğənniləri sevənlər başqadır. Yəni tam ayrı sferlərdir, amma onları da sevirlər, bizi də sevirlər yəni. Və həmin vaxt heç ağlımıza gəlməmişdi ki, bir gün Ruslan Aslanov da belə bir bloger olacaq, hər kəs tərəfindən seviləcək. Mən istəyirdim onu, çox istəyirdim və nail oldum.